Bir vaxtlar bu torpaqlarda, bu məscidlərdə insanlar azan səsləri eşidir və ibadətlərini yerinə yetirmək, xütbələr dinləmək üçün bura axın edirdilər. Lakin bugün bu məscidlərdə artıq heç bir ibadətdən söhbət gedə bilməz. Hər bir divarında minlərlə insanın səcdə izi, duaları hopub qalan bu ulu məkanlar indi tənha və yaddan çıxmış vəziyyətdədir. Bura Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yerləşən köhnə Kürdəxanı məscididir. Üzərində qeyd olunmuş adı ilə isə Hacı Baba məscidi. Bu məscid Kürdəxanının ən qədim və tarixi tikililərindən biridir. Məscidin tikilmə tarixi dəqiq olmasa da, onun 19-cu əsrə aid olduğu güman edilir. Bəzi mənbələrdə isə daha qədim, bəlkə də 17-ci əsrə aid olduğu qeyd olunur. Lakin üzərindəki daş kitabədə qeyd olunan hicri qəməri 1334-cü il, miladi təqvimlə təxminən 1915-1916-cı illər onun tikilmə və ya bərpa olunma tarixinin ən azı 100 il əvvəl olduğunu bizə göstərir. Bu, bir əsrdən çox yaşı olan, tarixi hadisələrə şahidlik etmiş canlı bir abidədir. Məscid Abşeron memarlığına xas xüsusiyyətləri özündə əks etdirir. Əsasən yerli daşdan tikilmişdir. Abşeron kəndlərindəki digər qədim məscidlər kimi bu məsciddə sadə, lakin möhkəm quruluşu ilə seçilir. Adətən düzbucaqlı formada sadə ibadət zalına malik olan bu tikililərin üzərindəki günbəz də Abşeron dini tikililəri üçün səciyyəvidir. Hal-hazırki vəziyyətdə onun qədimiliyini və zamanın təsirinə məruz qaldığını göstərir. Məscid qəsəbənin dini və ictimai həyatında mühüm rol oynamışdır. Sovet dövründə bir çox dini tikililər kimi bu məsciddə fəaliyyətini dayandırmış və ya başqa məqsədlər üçün istifadə edilmiş ola bilər ki, hal-hazırki vəziyyəti bu səbəbdən olsun. Həmin dövrdə minarələri yıxılan, ibadət zalları ambara çevrilən saysız-hesabsız məscidlərdən yalnız biridir. Məscidin hal-hazırda əsaslı bərpaya ehtiyacı var.
Onun divarlarında çatlar, dam örtüyündə və günbəzində dağıntılar mövcuddur. Onun qorunması və gələcək nəsillərə ötürülməsi üçün ciddi tədbirlərin görülməsi vacibdir. Həmçinin bu məscidlə yanaşı yaxınlığında yerləşən digər məscid də onunla eyni taleyi bölüşür. Eyni illərə aid olduğu üzərində qeyd olunsa da, digər qeydlər təəssüflər olsun ki, artıq oxunmaz hala gəlmişdir. Məscidin dam örtüyü, günbəzi tamamilə uçmuş və məhvə tərk edilmişdir. Hər iki məscid sanki zamanın qəddarlığının lal şahidləridir. Onlar bir zamanlar azan səsləri ilə dolan bu bağların, bu kəndin unudulmaqda olan ruhudur. Bu qədim tikililər ilk olaraq dini mövzu olsa da, əlavə olaraq ölkənin maddi mədəni irsidir. Tarixi irsi qorumaq isə hər birimizin vətəndaşlıq borcu olduğu qədər bunu kütləyə çatdırmaq da bizim borcumuzdur. Tək başına Kürdəxanı bağlarında yavaş-yavaş tarixin tozlu səhifələrinə qarışmağa tərk edilmiş bu məscidlər, ümid edirəm ki, bir gün layiq olduğu dəyəri görəcək. Əminəm ki, dövlətimiz bu yöndə təcili addımlar atacaq və tariximizin, irsimizin qorunmasında öz səylərini hər zaman olduğu kimi əsirgəməyəcək. Bu videonun daha çox kütləyə, həmçinin rəsmi qurumlara çatması üçün videonu bəyənib dostlarınızla paylaşa bilərsiniz. Beləliklə az da olsa bu yöndə atılacaq addımlara dəstəyimiz toxuna bilər. Hər bir paylaşımınız, hər bir rəyiniz bu abidələrin səssiz fəryadına bir səs qatır. Həmçinin bu kimi proyektlərin davamı və mənə dəstək olmaq üçün kanala abunə ola bilərsiniz. Növbəti səyahət və təhlillərdə görüşənədək.